Salam əziz şagirdlər və müəllimlər. Bugünkü bu sualı sizlər üçün izah edəcəm. Bu üslublar bizim həm şagirdlərimiz üçün, həm də müəllimlərimiz üçün vacib məqamlardan biridir. Bildiyimiz kimi, burada gördüyünüz kimi bir neçə məqam verilib, cümlələr verilib və onların hansı üslubda olduğunu biz tapmalıyıq və sualımız da odur ki, hansı üsluba aid bir xüsusiyyət verilməyib. Gəlin bir-bir baxaq. Birinci cümləmizdə gördüyünüz kimi Nizami Gəncəvi divanında qəzəl, qəsidə, rübai janrında olan şeirlər vardır. Bu bizim hansı üslubumuz? Təbii ki, biz burada qəzəl, qəsidə, rübai görən kimi biz elmi üslub götürməliyik, düzdürmü? Lakin burada götürməyəcəyik. Nə səbəbə? Çünki burada istifadə olunmuş terminlər sadəcə məlumat xarakterlidir. Biz burada qəzəlin, qəsidənin, rübainin hansısa bir dərinliyin öyrənmirik. Demirik ki, qəzəl, qəsidə beyt formasındadır, ikilik şəklindədir, qafiyə quruluşu budur və s. və s. Dərinliyə getmir. Sadəcə burada bir məlumat verir ki, Nizami Gəncəvi qəzəl, qəsidə, rübai yazıb. Sadəcə yazıb, sadəcə məlumat verir. Buradan da belə yadda saxlayın ki, biz publisistik üslubun içində də, daxilində də bəzən az da olsa termin görə bilərik. Amma o terminlər sadəcə məlumat xarakteri daşımalıdır. Deməli, birinci oldu publisistik. İkincisi, Mədəniyyət Nazirliyinin nümayəndələri 12 noyabr Heydər Əliyev sarayına dəvət olunur. Dəvət olunur, daha çox əmr məzmunu, xahiş, istək məzmunu nə olurdu? Rəsmi işgüzar. Üçüncüyə baxaq, saçlarındakı ağ dənlər onun necə həyat mübarizəsi apardığının bir simvolu idi. Bu da təbii ki, məcazlardan gördüyünüz kimi bu bədii üsluba aid bir cümlədir. Ən sonda mənim dediklərimi elə bil, heç anlamırsan. Burada da gördüyünüz kimi, düzdür, burada vergül səhv gedib. Elə bil sözündən sanki, elə bil ki, güya ki, bu modal sözlərimizdən sonra heç vaxt vergül qoyulmur. Çapda səhv gedib. Heç anlamırsan, bu da sadə bizim gündəlik danışığımızdır. Bu da təbii ki, məişətdir. Deməli, bizim bu cümlələr arasında elmi üsluba aid bir cümləmiz yoxdur. Cavabımız Y variantı.